Salam dostlar, Nicat Xaç kanalıma xoş gəlibsiniz. Bugün Azərbaycanda 10.000 manata qədər alına biləcək avtomobillərin sizə siyahısını göstərəcəm. Bu avtomobillər niyə seçilir, niyə bu qədər məşhurdur, zəif nöqtələri və yaxud müsbət nöqtələrini sizə göstərməyə çalışacağım. Həmçinin də şəxsi istifadəmdə olan avtomobillər də var içində. O haqqda mən ətraflı sizə məlumat verəcəm. İndi isə keçək videomuza. Siyahımızda birinci yerdə Hyundai Accent'dir. Hyundai Accent 3-cü nəsil 2006 və 2010-cu ilə qədər variantlar çox idealdır. Əsasən də 1.5 turbo dizel motorları mənim seçimimcə ən gözəl variantıdır. Və digər variantlar da var əlbəttə ki, 1.4 benzin və 1.6 benzin sadə mühərriklər, hansı ki, avtomat və mexaniki sürətlər qutusu ilə gəlirlər. Hyundai Accent bu model öz şəxsi istifadəmdə olub, hansı ki, 1.5 litrlik dizel mühərriki avtomat sürətlər qutusu ilə. Belə baxdıqda isə orta sərfiyyatı şəhər içi 5-6 litr idi, amma uzun məsafə, uzun yolda rastda 4 litrə qədər düşə bilirdi bu yanacaq sərfiyyatı. Yekun olaraq dostlar, o Accent haqqında onu deyə bilərəm ki, 10.000 manata qədər yaxşı bir variantını tapa bilərsiniz. Mənim sizə məsləhət gördüyüm variant 1.5 avtomat sürətlər qutusu ilə olan dizel mühərriklərdir. Çox gözəl variantdır və 10.000 manata qədər tapmaq mümkündür. Siyahımızın ikinci yerində isə Kia Rio'dur. Bu demək olar ki, Hyundai Accent'lə eyni bazadır. İkisi də 3-cü nəsil olaraq 2006-2010-cu illərdə gəlir və eyni bazadır. Yəni bütün daxili detalları demək olar ki, eynidir. Motorları da eynidir. 1.4 və 1.6 benzin mühərrik, 1.5 dizel mühərrik, sadə və avtomat sürətlər qutusu ilə gəlir. Belə bir sual ortaya çıxır ki, bunun Accent'lə fərqi nədir? Dizayn baxımından Accent'lə bir-birindən fərqlənirlər. Kia Rio daha biraz sportiv variantdadır, amma Accent'in sadə dizaynı var. Siyahımızın 3-cü yerində isə Honda Insight'dır. 2008-2009-cu illərə gələn modelləri 1.3 litrlik benzin mühərriklər çox gözəl variantdır. Sürətlər qutusu isə SVT-dir. Yəni el arasında buna variator korobka deyirlər. Bu modellər çox gözəldir. Şəhər arası benzin sərfiyyatı tam olaraq 4-5 litr zavod parametrləri görsənsə də, bu 6 və 7 litrə qədər qalxa bilir. Sizin sürüşünüzdən asılıdır. Amma uzun yolda isə bu sərfiyyat 4 litrə qədər sala bilirsiniz. Bir şey də sizə demək istəyirəm ki, Honda Insight Toyota Prius'dan daha dözümlüdür. Amma genişlik və komfort baxımından Prius Insight'dan daha yaxşıdır. Və bu haqqda da ətraflı məlumat istəyirsinizsə, kanalımızda yuxarıda yerləşdirəcəyim yerini daxil olub baxa bilərsiniz. Toyota Prius'la Honda Insight'ın qiyaslaması. İndi isə keçək siyahımızın 4-cü yerinə. 4-cü yerdə W210 Kuza Mercedes, yəni el arasında dediyimiz 4 modeldir. Bəziləri deyə bilər ki, bu modellər artıq köhnədirlər, 25-30 ilin avtomobillərdir, hansı ki 96-cı ildən 2003-cü ilə qədər istehsal olunub. Mən bu deyimlə razılaşmıram, çünki çox gözəl modeldir, şəxsi istifadəmdə də olub. Əsasən də 2.4, 2.8 və 3.2 V-Abraz dediyimiz mühərrikləri çox gözəl variantlardır. Benzin sərfiyyatı biraz çox olduqda isə, amma sürüş komfortu Mercedes olaraq heç vaxt itirmir, illər keçsə belə. Uzun yolda benzin sərfiyyatı 8 litrdir, amma şəhər içi bu sərfiyyat 14-15 litrə qədər qalxır. Bu dediyim sərfiyyat 2.4, 2.8, 3.2 motorlara aiddir. Bu motorlar demək olar ki, eyni mühərriklərdir, sadəcə olaraq portion fərqləri var. Əgər əsl sürüş həzzi almaq istəyirsinizsə, W210 4 fara çox gözəl bir seçimdir. Son olaraq dostlar, siyahımızın 5-ci yerində isə Toyota Corolla'dır. 2006-2010-cu ilə qədər gələn modellərdir. 1.4 dizel motorları çox superdirlər, yəni mexaniki sürətlər qutusu ilə gələn variantları daha idealdır. Digər sürətlər qutusu isə robotdur, yəni SVT. Bu modellər də özlərini çox doğrultmuş modellərdir, hansı ki şəhər arası 4 və 6 litr civarında dizel yanacaq sərf edir. Performans və rahatlıq baxımından da çox gözəl bir seçimdir Toyota Corolla'nın 1.4 dizel modeli. Son olaraq dostlar, bugünkü videomuz belədir. Əgər belə videoları kanalımızda görmək istəyirsə, kanalımıza abunə olub bu videoya like atmağı unutmayın və şərhlərdə öz fikirlərinizi yazın. Necə videolar görmək istəyirsiniz? Bu video haqqında fikirlərinizi bizlə bölüşməyi unutmayın. Təşəkkürlər.